Salam, axşamınız xeyir olsun. Hörmətli həmkarlar, hər birinizi xoş gördük. Və bugün sizlə canlı yayımda məktəbin idarə edilməsinin əsas məqamlarından danışacağıq. Və məktəbin idarə edilməsinin hansı məqamlara xüsusi diqqət eləmək lazımdır. Çünki bugün bilirsiniz ki, bizim Elm və Təhsil Nazirliyinin fəaliyyətində əsas hallardan biri də məhz imtahanlardır və imtahanlar da ümumi təhsildə də yadca gəlir. Mən hər dəfə deyirəm ki, demək bizim ümumi götürəndə hər imtahanların ümumi göstəri regionlarla birlikdə harasa 190-a yaxın imtahan keçirilir. Nəzərə alsaq ki, bu 2 mərhələdən ibarətdir. O baxımdan baxdıqda biz toplum olaraq məktəb rəhbərliyinə daha çox, belə deyək, meyl edirik və nəticə etibarından düşünürəm, məktəbin idarə edilməsində məhz məktəb rəhbərləri xüsusilə də hansı məqamlara xüsusi diqqət eləməlidirlər. Bu məsələlərdə düşünürəm ki, hər bir məktəb rəhbəri üçün maraqlı olacaq bir mövzudur və ümumilikdə hər bir müəllim üçün maraqlı olası bir mövzudur. Mən canlı yayımın linkini paylaşım və ondan sonra müzakirəni sizdən bir yerdə aparacağıq birlikdə və 10 əsas məqama xüsusi diqqəti ayırmaq istəyirəm və düşünürəm ki, hər birinin üstündə bu məqamların hər biri əslində hər biri bir canlı yayımın mövzusudur. Amma olsun, yəni qısa olaraq məlumatlar verəcəyik və növbəti canlı yayımız isə məktəbin idarə edilməsi zamanı normativ sənədlər olan sənədlərlə bağlı bir yayım eləmək istəyirəm. Amma bugün isə məktəbin idarə edilməsində əsas hansı məqamlara diqqət etmək lazımdır və məktəb rəhbərləri, müəllimlər, gələcəkdə məktəb rəhbəri olmaq istəyən şəxslər, bunlar xüsusilə nələrə diqqət etməlidirlər? Bu məktəbin idarə edilməsində hansı məqamlara daha çox diqqət eləməlidirlər? Bax, bunu sizdən birlikdə müzakirə etmək istəyirəm. Və burada sizdən 10 əsas diqqəti, 10 əsas məqamı burada qeyd eləmişəm və siz necə fikirləşirsiniz? Siz necə fikirləşirsiniz və bu göstərdiyim 10 məqamı siz görürsünüz yayımın başlığından və bunlardan hansını daha çox üstünlük verirsiniz? Rəy bölməsində fikirlərinizi qeyd edeyim və mən bir neçə dəqiqəyə paylaşım və paylaşdıqdan sonra artıq sizinlə birlikdə yayımı davam edəcəm və siz də paylaşmağa da dəstək olun və bir neçə dəqiqəyə mən artıq müzakirə başlayacağam. Bugünkü mövzu hansı ki, başlığa fikir versəniz, məktəbin idarə edilməsində 10 əsas məqam qeyd olunur. Həmin məqamlardan danışacağıq sizdən. Sizdən də xahişim, o hansı məqam sizə daha uyğundur və onlarla bağlı hansı fikirləriniz var, onları da qeyd edin, zəhmət olmasa. Mən də bir neçə paylaşım etdikdən sonra mövzuya başlayacağım təbii ki. Belə bir neçə WhatsApp qrupunda paylaşım edeyim. Çünki bizim müəllimlərimiz artıq əksəriyyəti Facebook qruplarındansa WhatsApp qruplarında daha çox aktivdirlər. Yer gəlmişkən bizim WhatsApp qruplarımızda iştirak etmək istəyənlər 050 672 59 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər ki, hansı qruplara qoşulmaq istəyirlər. Məktəb direktorları üçün ayrıca qruplarımız var. Bu qruplar ödənişsiz qruplardır. Təşkilatçı müavinlər üçün ayrı qruplarımız var. Və tədris üzrə müavinlər üçün ayrı qrupumuz var. Təsərrüfat işləri üzrə direktor müavinləri üçün ayrıca qrupumuz var. Belə
düşünürəm bugün üçün sizin də hər birinizi maraqlı olacaq bir mövzudur. Başlayaq müzakirəmizə. Təbii ki. Belə, məktəbin idarə edilməsi zamanı vacib olan bir neçə məqamlar var. Bu, bir neçə məqamlardan ən öndə duranı məhz məktəbin idarə edilməsi zamanı birinci növbədə strateji planlaşdırma və məktəbin vizyonudur. Yəni, məktəbin planlaşdırılması və vizyon deyərkən, məktəbin məqsədi nədir? İnkişaf istiqaməti müəyyən olunmalıdır və sistemli addımlarla irəliləməyə şərait yaradılmalıdır. Ona görə də ilk növbədə hər bir məktəbin özünün strateji planı olmalıdır. Bugün çox təəssüf olsun ki, bizim məktəblərimizdə problemin mahiyyəti ondan ibarətdir ki, təhsil idarə etmə orqanları gəlirlər və məktəblərdən belə deyək, inkişaf planlarını istəyirlər. Nədir inkişaf planı? Məktəb direktorlarının tam böyük əksəriyyətinin bununla bağlı məlumatı yoxdur. İş ondadır ki, ölkə təhsilində büdcədən ayrılan milyonlarla vəsait dağıdılır ayrı-ayrı mənasız təlimlərə. Hətta bu yaxınlarda bildiyim qədər chat GPT ilə işləmək üçün bir təlim keçirdi və böyük vəsait ayrılıb orada. Və burada əsas məsələ, məsələnin problemi tərəfi nədir? Məktəb rəhbərlərinə və müəllimlərə lazım olan tələblər, onların özündən tələblər öyrənilmir və nəticədə kim hansı təlimi keçə bilərsə və yaxud da hansı, yəni elə əcaib adlar fikirləşilir və əcaib istiqamətdə ki, bu müəllimə lap belə doğru düzgün keçirilsə də lazım deyil. Ən yaxşısı olardı ki, təhsil institutu müəllimlər arasında, yəni daxili sorğular əsasında onların tələblərini öyrənsin, nələr istəyirlər, məktəb rəhbərlərinin tələblərini öyrənsinlər ki, məktəb rəhbərləri nələri istəyirlər, hansı istiqamətləri istəyirlər, nələrdə ehtiyac var, hansı sahələr üzrə, hansı mövzular üzrə ehtiyaclar var və nəticə etibarı ilə məhz təlimlər də bu şəkildə keçirilsin. Baxın, bugün planlaşdırma hansı Facebook qrupuna baxırsan, hansı WhatsApp qrupuna baxırsan, məktəb direktoru, müəllim, laborant, kitabxanaçı, az qala xadimə də fəaliyyət planı axtarır. Təhsil sisteminin adına ayıbdır. Təhsil sisteminin adına ayıbdır ki, ölkədə, ümumi təhsildə hamı fəaliyyət planı axtarır. Və heç kimə də öyrədilmir ki, məktəbin, ümumiyyətlə, obyektin fəaliyyət planı olmur. Ayrı-ayrı şəxslərin fəaliyyət planı olmur, subyektlərin fəaliyyət planı olmur, ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyət planı olmur. Müəssisənin fəaliyyət planından ayrı-ayrı vəzifəli şəxslərin üzərinə düşən o işlər, vəzifələr üzrə, yerinə yetirməli olan işlər üzrə çıxarışlar ola bilər. Məsələn, tutam ki, mən direktor müavinə fikirləşirəm ki, yəni məktəbin ümumi fəaliyyət planı var və ümumi fəaliyyət planından ayrı-ayrı fəaliyyətlərdə ki, yazılıb ki, icrası məktəbin deyək ki, tədris işləri üzrə direktor müavinə, hə, bu mənə aiddir. Özüm üçün çıxarış çıxardıram. Təbii ki, fəaliyyət planı məktəbin bütün rəhbər heyətində, o cümlədən işçilərində olur, hamı tanış olur ona. Amma bugün ən maraqlısı və ən faciəvi hal odur ki, təhsili idarə etmə orqanları məktəblərə gəlirlər. Deyirlər ki, laborantı çağırırlar, fəaliyyət planıdır. Məktəblərdə, bəzi məktəblərdə direktor və direktor müavinləri ayrı-ayrı şəxslərin, laborant, kitabxanaçı, tədris işləri üzrə direktor müavini, indi özü olur da, təşkilatçı müavin, nə müşavirli rəhbəri, bunların aylıq hesabatı, hesabatın bir də 20 manatdan, 30 manatdan. Bu biabırçılıqdır. Bu biabırçılıqdır. Bu rəsmən rüşvətə şərait yaratmaqdır.
Əvvəlcə baxaq görək fəaliyyət planı nədir? Ümumiyyətlə planlaşdırma nədir? Bugün Təhsil Nazirliyindən və yaxud da müddədə məktəblərə, regionlara gedən onlardan müəssisənin inkişaf planını istəyən şəxslər özləri ümumiyyətlə strateji planlaşdırma nədir? Müəssisənin inkişaf planı nədir? Bundan anlayışı varmı? Və buradan avtomatik sual yaranır. Necə oldu? Mən elə onlarla bilirəm ki, regionlarda 10 dəfələrlə strateji planlaşdırma, digər, hətta bu planlaşdırmanı keçən şəxslərdən biri tanışıdır. Mən özündən soruşdum. Sənin ümumiyyətlə strateji planlaşdırmadan anlayışın varmı? Bir hazır slayd veriblər, deyirlər bundan keçkin. Təlim keçir adam, dövlətin vəsaiti xərclənir və strateji planlaşdırma nədir? Bundan anlayışı yoxdur təlimçinin. Və keçdiyi təlimdən anlayışı olmayan şəxs müəllimlərə hansı bacarıqlar ötürəcək? Və bugün müəssisənin inkişaf planı deyərkən, bu müəssisənin strateji planlaşdırılmasıdır. Bunu öyrətmək lazımdır. Bunu öyrədənə qədər də təbii ki, müəssisənin fəaliyyət istiqamətləri müəyyən olmalıdır. Hansı fəaliyyət istiqaməti var məktəbin? Biz bilirik məktəbin, deyək ki, tədrisin təşkili və idarə olunması var. Bunun bir dəfə də bundan əvvəl də canlı yayımlarda danışmışdım. Biz bilirik ki, deyək ki, tərbiyə işinin təşkili olunması var, təsərrüfat işinin təşkili olunması var, metodiki işin təşkili olunması var, psixoloji işin təşkili olunması var, valideynlərlə işin təşkili olunması var, məktəbdən kənar fəaliyyətin təşkili olunması var, sinifdən xaric işin təşkili olunması var, məzunlarla işin təşkili var və s. və s. Bu istiqamətlər üzrə artıq istiqamətlər bəlli olduqdan sonra strateji planın hazırlanması böyük çətinlik yaratmır. Digər bir tərəfdən məktəbin məqsədi nədir? Yəni, həmin strateji planda hədəfləri nədir? Yəni, strateji plan 3 illiyə də ola bilər, 5 illiyə də ola bilər, 10 illiyə də ola bilər. Əvvəla həmin strateji plan başa çatmamış məktəb direktorunu, yəni müstəsna hallar, əgər kobud səhvlər buraxıbsa, işdən çıxartmaq ayrıdır. Amma həmin strateji planlaşdırma başa çatmayana qədər məktəb direktorunun yerini dəyişmək. Bu absurddur. Yaxşı, hamı məktəb direktorundan yapışır. Niyə regional təhsil idarəsinin strateji planı yoxdur? Olmalıdır. Niyə müddənin strateji planı yoxdur? Niyə Elm və Təhsil Nazirliyinin strateji planı yoxdur? Buyurmaq asandır. Axı təhsil nümunə olmanın hesabına həyata keçirilir. Nümunə olmanın. Əgər sən tabiçiliyində olan müəssisə rəhbərlərinə və təşkilatlara, əgər sən nümunə ola bilməyəcəksənsə, sən onlardan tələb edə bilməyəcəksən. Heç bir şey. Reallıq bundan ibarətdir. İndi biz vizyon deyəndə məqsəd, yəni hədəf, yəni ayrı-ayrı istiqamətlər üzrə hansı hədəfləri qarşısına qoyur? Vizyon deyəndə biz bunu nəzərdə tuturuq. Məhz niyə deyirik təhsil sistemli idarə edilir? Sistemli idarə etmənin əsas şərti də məhz planlaşdırma əsasındadır. Əvvəllər Elm və Təhsil Nazirliyində strateji planlaşdırma bir şöbəsi var. Hətta şöbənin adı belədir. Strateji planlaşdırma, təhlil və proqnozlaşdırma. Və ümumi təhsil dövlət vəzifələrindən biri, ümumi təhsil haqqında qanunun 4-cü maddəsində də göstərir ki, Elm və Təhsil Nazirliyinin vəzifəsidir strateji planlaşdırma, təhlil və proqnozlaşdırmanı həyata keçirir. Belə çox maraqlıdır. Elm və Təhsil Nazirliyində təhsilin, indi təhsil böyükdür dediyimiz kimi 5 pillə üzrə strateji təhlil və yaxud da proqnozlaşdırma və strateji planlaşdırma və təhlil kim aparır, kim məşğuldur, hansı şöbə məşğuldur? Orada da şərabçılıq zavodunun əməkdaşlarıdır. Orada da çay zavodunun əməkdaşlarıdır. Orada da Sokarın təlimçiləridir. Orada da şəkər zavodunun əməkdaşlarıdır. Yoxsa bu şəkildə təhsil idarə olunmur.
İkinci məqam ümumi təhsildə liderlik və idarə etmədir. Liderlik, indi hamı deyir lider. Yaxşı, lider kimdir? Lider, yəni müəssisənin rəhbəri, hansı ki, təhsil müəssisəsini qanunvericiliyin tələblərinə uyğun olaraq idarə etməklə yanaşı, tabiçiliyində olan şəxsləri ardınca aparmağı bacaran və yaxud da qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyəti təşkil etməkdə, yəni təşkil edə bilən şəxsdir. Hamı lider axtarır. Biz qoyuruq mu bizim məktəb direktorumuz lider olsun? Biz məktəb direktorunu çağırırıq ki, get, sənin məktəbində 30 nəfər, 20 nəfər kenquruya adam yazmış. Get bunun pulunu, getir filan tarixdə, ver filan kabinetdə. Məktəb direktoru gedib bu müəllimə, o müəllimə, ona yalvarmaq, bu sinif rəhbərinə yalvarmaqla və bundan sonra fəaliyyətini qeyri-qanuni quran bir məktəb direktoru necə lider ola bilər? Demək ki, bugün baş verənlər liderlik qabiliyyəti olan hətta məktəb rəhbərlərinin o qabiliyyətinin öldürülməsinə, ümumilikdə təhsil sisteminin tamamilə darmadağın edilməsinə hesablanır. Ona görə də əgər məktəbdə negativ hal varsa, orada nizam-intizamı qurmaq mümkün deyil. Yəni, bütün proses negativ halların üzərində qurulsa. Əgər müəllim uşağa deyirsə ki, ağıllı ol, dinc qal ginə, sonra da sənin summatına kağız yoxdur və yaxud da sənin summatını filan kursla danışmışıq, təşəkkür edirəm ki, sənin summatını filan kursla danışmışıq, gətir 3 manatdan, 4 manatdan, 5 manatdan, 2 manatdan summatın pulunu gətir. Yəni, burada hansı nizam-intizamdan danışmaq olur? Necə sən 10-11-ci sinif uşaqlarını məktəbə dəvət edə bilərsən ki, sinifin yarıdan çoxunu buraxmırsan 1000 manatdan, 1500, 2000, 3000, 5000 manata, hətta 5000 manata belə uşaqları buraxır. Var məktəblərimiz. O məktəb direktoru orada hansı liderlikdən danışa bilir? Ona görə də liderlik və idarə etmənin əsası məktəbdə nizam-intizam, əməkdaşlıq ruhu və motivasiyanı təmin etməkdir. Əgər orada yalan varsa, orada məktəb direktoru məcbur edilirsə negativ alır və nizam-intizama uymaq istəməyən işçi hakı qaldırırsa və regional yəni orada baş verən proseslərin ucbatından məktəb direktorunu məcbur edirsə, get nə olursa olsun, o narazı adamı qoyma hakı eləməyə, sakitləşdir onu. Və orada hansı liderlikdə, hansı idarə etmədən danışmaq olar. Məktəbin idarə edilməsində digər bir məqam tədrisin keyfiyyətini idarə edilməsidir. Mənə çox maraqlıdır. Bugün 4252 məktəbimizdə demək ümumilikdə nə aslında çox elə deyək ki 100 civarında ibtidai məktəbdir. Laf olsun 4000 məktəb direktoru. Laf olsun o 4000 məktəb direktoru. Və bizim 1000-ə yaxın məktəbimizdə də şagird sayı 1000 nəfərdən yuxarıdır. Nəzərə alsaq ki, 2 və daha artıq sinif tədris işləri üzrə direktor müavini olan məktəblərimiz var. Və buradan çox maraqlı bir sual meydana çıxır. Ümumilikdə məktəb direktoru, təşkilatçı müavini, təsərrüfat işləri üzrə direktor müavini ümumi sayı 20.000-ə yaxındır. 18-20 min arasındadır. Yaxşı, bunların içərisində xüsusilə də 5000-dən bir qədər artıq bizim tədris işləri üzrə direktor müavinlərimiz var və məktəb direktorlarını demirəm. Tədrisə birbaşa nəzarət edəcək tədris işləri üzrə direktor müavinlər 5000 məktəb direktor müavinindən neçəsi tədrisin keyfiyyətinin ölçülməsi sistemini bilir. Biz imtahan keçirdik. İllərlə, aylarla davam edən imtahan. Və
kim hansı sahədə işləyəcəksə, o sahə üzrə bir dənə də olsun bir sual salmır. Bir dənə də olsun onun kommunikativ bacarıqlarını yoxlanmır. Və maraqlıdır, kimi seçirik. İl boyu hamının başı qarşıda hazırlaşmağa, bilirsiniz. Elə ölkədə ən çox hal-hazırda işləyən direktor müavinləri elə bizim hazırladığımız kadrlardır. Mən görürəm nə qədər əziyyət çəkirlər, çalışırlar. Təsəvvür üçün deyirik ki, öyrəndikləri sizin üçündür. Amma bu öyrəndiklərini praktikaya tətbiq edə biləcək bacarıqlar olsun, biliklər olsun. Biz başa düşürük təhsillə bağlı. Hamı təhsil qanunu bilməlidir. Axı, təhsil qanununu bütünlüklə bilmək, ona orada sadəcə 2-3 maddəsi ona orada ehtiyac olur iş zamanı. Biz daha çox, bəlkə də 3 il, 5 il vaxtında başlasaydıq, indi deyilən səviyyədə idi. Bizə bugün məktəb direktoru, direktor müavinlərinin praktikaya tətbiq etdiyi qanunvericiliyi bilmək lazımdır. Və o qanunvericiliyində yardan çoxu yoxdur. Yoxdur. İndi də publik hüquqi şəxsə gedirik. Adını elə öyrənmişik publik hüquqi şəxsə. Sənin publik hüquqi şəxslə bağlı hansı hüquqi normativ sənədin var? Bir dənə 13 iyun 2024-cü il tarixində demək Nazirlər Kabinetinin 300 nömrəli qərarı ilə təsdiq olunmuş, demək, belə deyək, publik hüquqi şəxs olan Dövlət Ümumi Təhsil Məktəbinin nizamnaməsi. O da nümunəvi nizamnaməsi. Hər bir məktəbin özünün nizamnaməsi olmalıdır. Bir nümunəvi nizamnamənin olması ilə sən sistemi dəyişə bilərsənmi? Haradadır bax? Bax, indi bu dəqiqə haradadır? Hanı hüquqi normativ sənədlərimiz? Və bundan sonra bütün qəbul edəcəyiniz normativ sənədlər hamı nümunəvi xarakterli olacaq. Çünki publik hüquqi şəxs olan Ümumi Təhsil Məktəbinin rəhbərliyi, idarə heyəti özü öz məktəbinin uşaqların qəbuludur, yer dəyişməsidir, ştat vahidləridir, bütün pedaqoq şuranın əsaslanması, hamısı publik hüquqi şəxs eləyəcək. Artıq bunları Təhsil Naziri eləməyəcək. Çünki publik hüquqi şəxsin statusu budur. Nümunələr varmı? Yoxdur. Necə olacaq? Bütün bunlara hazırlıq görmədən publik hüquqi şəxs haqqında qanun 2016-cı ilin yanvarından qüvvədədir. Keçən bu qədər müddət ərzində milyonlarla vəsaiti gəmirib dağıtmışsınız mənasız təlimlərə, LGBT-lərə, feministlərə qrantlar ayırmaqla. Ben niyə qədər, madem bilirdiniz ki, publik hüquqi şəxs statusuna olmaq bu dövlətin bütün strukturlarında gedir, gez-tez təhsilə də gəlib çatacaq. Zaten ali təhsil, peşə təhsili və məktəbə qədər təhsil məsələlərinin bir hissəsi publik hüquqi şəxsə çevrilmişdir. Və ümumi təhsil məktəbləri də keçəcək. Bununla bağlı heç olmazsa nazirlik, təhsil yerli idarəetmə orqanları, müddəanın rəhbərliyi, ayrı-ayrı aparıcı məktəb direktorları, bunlar cəlb olunmalıydı ki, bilinməlidir nədir. Kör-körana demək, publik hüquqi şəxs sisteminə də keçmək mümkün deyil. Yəni bu sizin bəyəndiyiniz və pərəstiş elədiyiniz LGBT və feminist təşkilatları deyil, dövlətin büdcəsini ora köçürdəsiz deyəsiz budur. Daha sonra növbəti təhsil məktəbinin tədrisin keyfiyyətinin ölçülməsi ilə bağlı vəziyyət çox ağırdır. Demək olar ki, tədrisin keyfiyyətinin ölçülməsi ilə bağlı hansı sistemlər var? Heç bir sistem yoxdur. Nə mərkəzi sistem var, nə məktəb səviyyəsində olmalıdır. Ən faciəvi halda budur ki, bizim lisey gimnaziyalarımızda yoxdur bu sistemlər. Lisey gimnaziyalara belə o məktəblərə o müstəqili verilmir ki, heç olmasa bir model yarat ki. Bugün lisey gimnaziyanın müəllimləri gedib başqa kurslar üçün fərdi qaydada gedib kitablar yazırlar, vəsait yazırlar. Kitab bazarında əl-əl axtarılır o kitablar. Hamı axtarır o kitablar. Lisey gimnaziyaların öz dərslikləri yoxdur.
Təsəvvür edirsiniz. Proqram ayrıdır lisey gimnaziyada. Vəsait yoxdur. Və vəsait hökmən necə olmalıdır? Xüsusi seçilmiş yoldaşlar var ki, indi onlarla bir ayrıca bir mövzudur. Güya dərslik yazıblar. Lisey gimnaziyada. O sizin dərslik yazdırdığınız o dərslik müəllifləri, o lisey gimnaziyada orta səviyyədən aşağı olan müəllimlərdən qat-qat aşağı səviyyədə bilib bacarırlar. Bəbəni aparıb eşəyin quyruğuna bağlamaqla deyil ki, o insanlar özləri o dərslikdən 100 dəfə yaxşı dərslik yazarlar. Niyə liseylərimizin, gimnaziyalarımızın özünün fərqli dərsliyi yoxdur? Növbəti məsələ məqam xüsusilə insan resurslarının idarə olunmasıdır. Bax, bu insan resurslarının idarə olunmasında, yəni kadr məsələsi. Biz bilirik, məktəb direktoru məktəbə heç bir kadr götürə bilmir. Direktorunun müddənin rəhbərlik əmək müqaviləsi bağlayır və ölkə prezidentinin 24 iyul 2023-cü tarixli müvafiq fərmanı ilə ki, Elm və Təhsil Nazirliyinin, o cümlədən onun agentliklərinin əsasnamələri təsdiq olundu və müddənin əsasnaməsində açıq göstərilir ki, məktəb direktorunun müavinləri demək əmək müqaviləsini regional təhsil yerli idarə etmə orqanlarına bağlıdırlar. Bu, Bakı şəhərində uzun müddətdir, amma regionlarda fərqlidir. Ölkənin o başı cəmi 3 saat, 4 saatlıq yoldur. Hər region bir xanlıq. Naxçıvanın ayrı qaydaları, 12 regionun ayrı qaydaları, hərəsinin Bakı şəhər təhsil idarəsinin ayrı qaydaları. Və burada insan resursları deyəndə təhsil işçini işə götürmək deyil. Dedi, müavinləri yerli idarə etmə orqanları götürdü. Yerdə qalanları da onsuz zaten əmək müqaviləsinin direktor bağlasa da özü götürə bilmir. Məsələ burada kadrın kimin götürməyində deyil. Məktəb direktoru əlində olan kadrların, bax, əsas məsələ onların potensialını aşkara çıxartmaq. Onların vəzifələri üzrə əmək funksiyalarını yerinə yetirmək bacarığını üzrə çıxartmaq, inkişaf etdirmək üçün addımlar atmağı bacarmalıdır. Varmı məktəb direktorlarımızda bu bacarıqlar? Yəni, zaten bilirik ki, təhsilin institutunu təşkil etdiyi təlimlərdə müəllimlər heç nə öyrənmirlər. O təlimlərin müəllimlərə heç bir faydası yoxdur. O, bir dənə Emin Əmrullayev və Elnur Əliyevə faydası var, orada pul silirlər. Amma məktəb direktoru özü də məktəb daxili təlimlər təşkil edə bilər. Metodikadan təşkil edə bilər, psixologiyadan təşkil edə bilər. Sinif rəhbərinin işindən, sinifin idarə edilməsi ayrı elmdir. Yəni, müəllimlər üçün sinifin idarə edilməsi, 45 dəqiqənin idarə edilməsi. Sinif rəhbərinin işində, tərbiyə işinin təşkili ilə bağlı və s. Təşkil eləmək olar. Valideynlər üçün seminarlar təşkil eləmək olar. Məktəb valideyn münasibətləri necə qurulmalıdır və s. Yəni, ümumiyyətlə, insan resursları ilə bağlı bizdə məktəblərdə vəziyyət tamamilə bərbatdır. Çünki məktəb rəhbərlərinin insan resurslarına bağlı nə elə bilər? Əması belə məktəb direktorlarının, rayonların əksəriyyətinə etibar eləmirlər. Sektorda birini otuzdururlar ki, gələ biz işləyək. Məktəb direktoru, yəni kukladır. Gəldi, girdi, bu dedi, filan dedi, bunu dedi, bunun üstünə qışqır, idarəyə bu sənədi aparmaq lazımdır və s. Və bununla biz məktəblərdə tərbiyə sistemini qura bilərikmi? Qura bilmərik. Məktəblərə muxtariyyət verilməlidir, müəyyən məsələlərdə sərbəstlik verilməlidir. Sən əgər məktəb direktorlarına sərbəstlik verə bilmirsənsə, bu sənin zəifliyindir, Emin Əmrullayev. Sənin acizliyindir. Axı, bu məktəb direktorlarının hər 100 nəfərdən 95-ini sən təyin eləmişsən. Onda problem səndədir. Sən təyin elədiyin məktəb rəhbərlərini əgər uğru bilirsənsə, vecsiz bilirsənsə, idarə etmədə səriştəsiz bilirsənsə, niyə təyin edirsən? İl boyu imtahan keçirdirsən. Axı, sən təyin edirsən. Demək ki, düzgün təyin eləmirsən. Demək ki, problem sənin özündədir. Məsələ buradadır. Və başqa bir məsələdə metodiki işin, bu da bərbad vəziyyətdədir, bununla bağlı, dəfələrlə danışmışıq, bu metodiki işlə bağlı. Rayon metodiki kabinetlərini ləğv elədilər. Ümumtəhsil məktəbi metodiki mərkəzdir, metodikaların tətbiq olunduğu müəssisədir.
və məktəblərdə metodiki iş sıfır vəziyyətində. Bu da oturub özündən oyun çıxardır. Müasir metodist layihəsi keçirdirəm. Təkcə 2025-ci ildə bildiyim qədər 7 milyon manat müasir metodist layihəsinə pul ayırdım. Məktəblərdə metodiki iş sıfır vəziyyətində. Sıfırdan aşağı vəziyyət. Amma halbuki, məsələn, təklif eləsələr, biz bunu 6 aydan 1 ilə qədər müddətdə sıfırın üstünə qaldıra bilərik. Növbəti 2 il, 3 il ərzində isə ölkədə metodiki iş gedər. Ən azı baxın Qazaxıstan nümunəsinə, baxın Özbəkistan nümunəsinə, baxın Rusiya nümunəsinə. Məktəb daxili nəzarət. Ölkədə hər 100 məktəb direktoru və direktor müavinindən ən yaxşı halda tərifləsək, 95-inin bu işdən məlumatı yoxdur. Görün, nə qədər ağır vəziyyətdəyik, təhsilimiz nə qədər faciəli vəziyyətdədir ki, təhsil institutu ölkədə pedaqoji sahədə yeganə elmi araşdırmalar, elmi tədqiqatlar aparacaq elmi müəssisə oturub bəsdinləmə vərəqi yaradır. Yəni, burada pedaqoqlar var, dinləyənlər, yəni yaxşı bilirlər nə demək istəyirəm. Təhsil institutu oturub pedaqoji sahədə innovasiyalar üzrə elmi tədqiqatlar aparmaqdan oturub bəsdinləmə vərəqi yaradır. Ümumi təhsil məktəblərinin biz artıq 34-cü ildir müstəqil. Hələ də 34 ildir müstəqilik. Ümumi təhsil məktəblərinin fərdi nizamnaməsi yoxdur, bu bir bəla. Hamı məktəbdən danışır, müəllimdən danışır, metod birləşmənin əsasnaməsi yoxdur. Bugün Emin Əmrullayev haqqında nə qədər sərt danışsan azdır. Ən azı 5 il təhsil institutuna rəhbərlik etdi. Amma təhsil institutuna rəhbərlik etdiyi dövrdə bütün gücünü qoydu, o elmi tədqiqat institutu kursa çevirdi. Bugün təhsil institutu adlı elmi tədqiqat institutu yoxdur. Statusca var, amma bir kursu xatırladır. Daha sonra, yəni məktəb daxili nəzarəti də bərbad haldadır. Görək nə günə qalmışıq ki, hansısa bir kursda, vaxtı ilə Nazirim və Elnur Əliyevin işlədiyi kursda, reseption, nə bilim, valideynlərin qabağına çıxan, bir stəkan su verən şəxslər bugün məktəb inspeksiyası adı ilə gedib məktəb direktorlarına, 20 il, 30 il məktəb direktoruna məktəb işini soruşur. Faciənin böyüklüyünə baxın, faciənin dərinliyinə baxın. Valideynlərlə iş. Bugünkü valideynlərin tam böyük əksəriyyəti 10 il, 15 il, 20 il bundan qabaq məktəbdə sıxışdırdığımız, ay mənim yanıma hazırlığa gəlmirsən, ay summativ pulu gətirməmsən, ay filan elədiyimiz məktəbə, insanlığa, cəmiyyətə, müəllimə qarşı nifrət hissi oyatdığımız həmin şagirdlərdir bugünkü valideynlər və ona görə Azərbaycan məktəbinin valideyni Azərbaycan müəllimini və məktəbinə qarşı aqressivdir. Soruşun o valideynlərdən hər birinin məktəblə bağlı bir acı, bir travma alan bir xatirəsi var. Amma bizim dövrümüzdə olan dövrdə isə belə deyildi. Belə deyildi. Bizim dövrümüzdə ən azı, hansı biz oturub fikirləşirdik ki, hansı müəllimi incitmişik, hansı dərsdən qaçmışıq, harada dalaşmışıq, və s. və s. Bugünkü uşaqların xatirələrinə bax, filan müəllim mənə bu zülm elədi, qiyməti yazmadı. Mən indi söz verərəm, yazırsınız, tam elə deyil. Bəs necədir? Yazın. Ki, niyə biz üzərimizə götürmürük? Reallıq budur da. Reallıq bundan ibarətdir ki, bugün o valideynlər ki, yoxdur, bizim üstümüzə gəlib hücum çəkirlər. 15 il bundan qabaq ki, bizim şagirdlərimiz də hansı ki, summativ pulu gətirmədiyinə görə uşaqların içində təhqir edirdik. Fond pulu gətirmədiyinə görə belə deyildi. Bizim yanımıza hazırlığa gəlmədiyinə görə sıxışdırırdıq, təhqir edirdik, alçaldırdıq. Hər birini onların
bununla bağlı psixoloji travmalar var. Bugün onlar valideyndir. Aydındır mı? Və burada məsələ nədən ibarətdir? Burada xüsusilə də valideynlərlə iş doğru düzgün qurulmalıdır. İcma ilə iş düzgün qurulmalıdır. Və bu əlaqələr şagirdlərin mənəvi, psixoloji inkişafına köklənməlidir. Valideyn ehtiyacdan ehtiyaca olmur. Təbii, deyəcəksiniz ki, burada da yazırlar, kənd məktəblərində dedikləriniz problemlər olmayıb və şəhər məktəblərində olub. Təbii, ona görə də bugün kənd məktəblərində valideynlərin məktəbə olan münasibəti ilə şəhər məktəblərində olan münasibət eyni deyil. Bu reallıqdır. Şəhər məktəbində olan valideynlərin məktəbləri olan aqressiv, məktəbə və müəllimə qarşı aqressiv davranışı kənd yerlərində yoxdur. Razıyam sizdən. Və növbəti əsas məsələ təhlükəsizlik və psixoloji mühit. Təhlükəsizlik və psixoloji mühitdə isə təlim prosesində ilk növbədə şagirdlər özlərini güvənli və dəyərli hiss etməlidirlər. Öyrənmə daha effektiv olmalıdır. Yəni, biz təhsilin infrastrukturundan danışanda birinci deyirik, təhlükəsiz təhsil mühiti. Biz məktəbdə o mühiti qura bilirikmi? Müəllimin sinifə gidib 45 dəqiqə danışması hələ müəllimin yaxşı müəllim olması deyil. O məktəbdə hələ öyrənmə mühitinin qurulması ayrı şeydir. Yəni, biz hər şeyi inzibati iş üzərində qururuq da. Zənglədi, hamı sinifə keçsin. Keçdi mi? Hə. 45 dəqiqə bitdi mi? Hə, çıxın tənəffüsə. Növbətizən ki, hamı gəldi mi? Müəllim jurnal yazdı mı? Bunlar inzibat tərəfdir, bunlar texniki tərəfdir. Gəlin heç, bax, məni dinləyən buradan bu qədər insanlar var. Gəlin heç, sabah məktəbə gedəcəksiniz. Soruşun müəllim yoldaşlarınızdan. Sizdən neçəsi uşaqların dərs dediyiniz sinif üzrə uşaqların yaş dövrlərini, həmin yaş dövrünə uyğun olaraq fizioloji xüsusiyyətlərini, onların psixoloji xüsusiyyətlərini bilirik. Ümumiyyətlə məktəbdə neçə yaş dövrü var indi hal-hazırda? Hər yaş dövrünün hansı xüsusiyyətləri var? Hər yaş dövrünün hansı psixoloji xüsusiyyətləri var? Hər yaş dövrünün hansı fizioloji xüsusiyyətləri var? Bunları bilirikmi, oxuyuruqmu? Sonuncu dəfə pedagogika kitabının nə vaxt üzünü açmışıq? Məsələ buradadır. Məsələ oradadır. Bugün dünyanın aparıcı təhsil sistemlərində bakalavriatı bitirənləri artıq ümumi-təhsil və məktəbə qədərə götürmürlər. Deyirlər, məktəbə qədər və ümumi-təhsil artıq pedaqoji fəaliyyət deyil. Elmi pedaqoji fəaliyyətdir. Hər bir uşaq bir təhqiqat mənbəyidir. Hər bir uşaq bir təhqiqat mənbəyidir. Biz uşağa təhqiqat mənbəyi kimi baxırıqmı? Baxmırıq. Biz məktəbi uşaq üçün, şagird üçün məhbəsə çevirmişik. Qaçma, dayanma, dillənmə, boylanma, oturma, durma. İxtiyarımız olsa deyərik ki, nəfəs də alma. Bu uşaq deyil. Onsuz da bütün dövrü, vaxtı bunun ya repetitor yanında keçir. Evdə də həmin şey deyirik uşağa. Məktəbdə də deyirik. Sonra da deyirik, gəl vətəndaş ol. Bu uşaqlar niyə belə oldu? Bax, məsələ buradadır. Və növbəti əqli cəhətdən uşaqların zəif olması broiler toyuq yeməkdəndir. Broiler toyuğu birbaşa kimyəvi və xüsusilə də o verilən oradakı maddələr əqli geriliyə gətirir. Devirliyə, emsiliyə gətirir. Necə ola bilir ki, bir toyuq yumurtadan çıxıb 3 ay, 4 aydan sonra əgər gəlib 700-800 qramlıq olurdusa, cəmi 40 gün ərzində 1 kilo yarımlıq olur. Bugün uşaqlarda debilliyin və əqli geriliyin artmasının əsas amili broiler toyuqlarının yeyilməsidir.
Bu birmənalı şəkildədir. Çünki o broiler toyuqlarına vurulan o maddələr, yəni o broiler toyuqda artıq işte bir dənə tükü atırlar da, o bağırsaqları da qatırlar dənə, təzədən verirlər ona. Nəticə etibarında belə olacaq. Siz rayonda yaşayanlar alın o broiler toyuğu düzəsindən, buraxın həyətə və onlara 3-4 saat yeməyi gec verin. Onlar başlayacaqlar bir-birinin ətini yeməyə, didişdirməyə. Çünki o bədənlərində olan o maddələr onu tələb edir. Biz də o gecə-gündüz uşaqlara broiler toyuğu veririk. Onun ağır nəticələridir o. Salam. Sonra innovasiyalar və rəqəmsallaşma, təlim prosesinə müasir yanaşmalar, məktəbdə çevik və yanaşmalar gəlir. İnnovasiyalar olduqda bizdə məktəblərdə innovasiyalar tətbiq olunmur. Rəqəmlaşma dediyimiz o layihədir. Məktəbdə kompüter yox, ofisi yox. Və bir də tərbiyənin idarə edilməsi, bu da çox ciddi və çətin məsələdir. Hansı ki, bugün halbuki o düzgün aparırlarsa, şagirddə düzgün davranış formalaşacaq. Eyni zamanda demək, ən əsası isə təhsilin əsas məqsədi olan Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk etmiş olar. Onda sosial məsuliyyət yaranar və o fikirləşəcək ki, mən bugün təhsil sistemi öz vəzifəsini yerinə yetirir, şəxsiyyət vətəndaş yetişdirir, mən cəmiyyətin ayrılmaz bir parçasıyam. Əgər biz bunu ona təlqin edə biliriksə. Təşəkkür edirəm hər birinizə. Ümid müəllim yazıb ki, müəllimin konstitusiyon hüquqları pozdur. Ağalı Salimzadə yazır, bugün vicdanı bəli. Bir mənalı şəkildə biz ümumi danışanda, bugün bizim sistemdə vicdanla işləyən, işini görən, daha yaxşı işləmək istəyən, onlara imkan yaratsalar, daha çox işləyən məktəb direktorlarımız, direktor müavinlərimiz, müəllimlərimiz, regional müdirlərimiz, müavinlərimiz, sektor müdirlərimiz, məsləhətçilərimiz kifayət qədərdir. Mən bəzən bu Əmrullayev haqqında danışanda, onlar adətən danışanda deyirlər ki, güya kadr çatışmaması var, yalan deyirlər. Yalan deyirlər, yəni bilirsiniz, bunların işi yalan danışmaqdır. Bugün sistemin özündə elə məktəb direktorlarımız, yüzlərlə məktəb direktorumuz var ki, Əmrullayevi otuzdurub, onu başa salar ki, təhsil nədir? Elnur Əliyevi oturub qarşısına başa salar ki, ay bala, indi psixoloji problemin var da, təhsil bu deyil, sizin elədiyiniz deyil. Amma onlara imkan vermirlər və onlar üzə çıxa bilmirlər. Üzə çıxanı da işdən çıxardılar. Üzə çıxanı da elə bir şərait yaradırlar. Özü görürsünüz, hamı ilə əmək müqaviləsi bir il. Niyə? Bir balaca gördülər ki, işləmək istəyən var, bir balaca gördülər potensiallı insan var və baş aşağı deyil. Yəni bunlara imam kimi, peyğəmbər kimi baxmır, dərhal işdən azad edəcəklər. Bizim kifayət qədər çox normal, savadlı məktəb direktorlarımız var. Eyni zamanda, bəli, Emin Əmrullayevin xarakterində olan, pul yığan, təhsildən anlayışı olmayan, yenə də yüzlərlə məktəb direktorlarımız var. Belə düşünürəm. Bugün sizdən maraqlı bir mövzudan söhbət edə bildik. Qoy olsun, sabahki gün isə sizin suallarınıza cavab olsun. TikTok platformasından Elşən Qafarov səhifəsinə də abunə olun. Oradan ancaq suallar və cavablar. Sabah 23:00-da suallar və cavablar. Əmək kitabçası artıq məktəbdə saxlamağa ehtiyac yoxdur. Yəni, əmək münasibətlərinin elektron informasiya sistemindədir və əmək kitabçası ancaq prezidentin xüsusi sərəncamı ilə təsdiq olmuş müəyyən peşə sahaları var ki, əmək müqaviləsi ancaq kağız daşıyıcı üzərində bağlanır. Elektron sistemdə bütün hamı əmək işlənir burada. Ona görə əmək müqaviləsi elektron sistemdə bağlanan bütün iş yerlərində artıq əmək kitabçası tarixə qovuşur. Elektron sistemdə bunlar hamısı var.
Təşəkkür edirəm hər birinizə. 50 dəqiqədə danışırıq. Həftənin, bu həftə də ola bilsin belə danışırıq. Gələn həftədə canlı yayımın vaxtı dəyişər, biraz irəli gələr. Və amma sabah saat 23:00-da TikTok platformasından, Elşən Qafarov səhifəsindən suallarınıza cavablandıracağıq. Gecəniz xeyrə qalsın. Teşekkür ederim izlediğinize. Birazdan sonra Tam TV Elşən Qafarov YouTube kanalına da video yüklenecek ve sualı olanlar da rəy bölməsində yazsın, oxuduqca cavab verəcəm. Uğurlar hər birinizə.